أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا حول ولا قوة إلا بالله العلي العظيم والصلاة والسلام على رسولنا وحبيبنا وحبيب إله العالمين الذي سمي في السماء بأحمد وفي الأراضين بأبي القاسم المصطفى محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى الرضا وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم بسم الله الرحمن الرحيم قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين صدق الله العلي العظيم. Allah bendeleri evvel özümüz sonra siz azizleri ilahi təqvaya, ilahi nizam intizama, Allah beğenen şekilde düşünüp, Allah beğenen şekilde əməl etmeye dəvət və vəsiyyət edirəm. Allah bizi özü razı olan bendelerden qərar versin inşallah. Mühərrəm söhbətləri davam edir. Nə qədər bəşər var, İmam Hüseyin əleyhissalam öyrəniləcək, təfsir olunacaq ilahi ayə olaraq. Biz bu gündə bir mövzunun üstündə inşallah qısa bir mövzu ilə xidmətinizə gəlmişəm. İzzətli ölüm zillətlə yaşamaqdan çox yaxşıdır. Kərbəlada iki dənə səhnə var qardaşlarım, bacılarım. Məzlumiyyət və izzət. Müsibətlər məzlumluqdur. O müsibətlər ki, İmam Hüseyin əleyhissalamın başına gəlib, aləmdə təkrarı yoxdur və olmayacaq da. Bu məzlumiyyətdir. Amma bir dənə məzlumiyyət var, izzətləndir, bir dənə məzlumiyyət var, zillətləndir. Bax, bunun fərqini istəyirəm. İmam Hüseyin əleyhissalamın qiyamının dünyada baş verən qiyamlardan fərqi budur. İmam Hüseyin əleyhissalam məzlumdur, amma izzətli məzlumdur. Məsələn, İmam Hüseyin əleyhissalamdan 4-5 il sonra Həzrəti Muxtar qiyam elədi. Sonda Muxtarın özünün hücum elədiyi üzərinə Müsəb ibn Zübeyr, Zübeyrin oğlu. Muxtarı Darül İmarədə aldılar mühasirəyə, təslim olun, sizə aman verəcəyik deyə dedilər. Muxtar dedi, bunlar aman verməyəcəklər. Elə İmam Hüseyin əleyhissalam da əstəğfurullah, təslim olsaydı, onlara aman verməyəcəkdilər. Bu Muxtar dedi, biz təslim olsaq da, ay küfəllər, bunlar bizə aman verməyəcəklər. Aldandılar Müsəbin yalancı vədəsinə, 7000 nəfər birdən-birə keçdi, silahlarını atdı Müsəbin ayağının altına, keçdilər Müsəb ibn Zübeyrə tabi oldular. Tabi oldular, həmin günü 7000 baş kəsdi, həmin tabi olanları, təslim olanların başını kəsdi Müsəb ibn Zübeyr. İndi sizdən bir dənə söz soruşuyorum, bu məzlumluqdur ya məzlumluq deyil? Məzlumdur da, zülm olunub da. Nahaqdan başı kəsilib də, məzlumiyyət. Amma bu məzlumiyyət zillətləndir. Bu qılıncını atır yerə, zalimin qabağında boyun əyir və məzlum olur. Amma İmam Hüseyin xətti sona qədər mübarizə apararaq məzlum olur, canın verir, amma düşmənə özü aparıb boynun qoymur qabağında. Düşmənin əlində ölür, amma dik dayanaraq ölür. Bax, zillətlə izzətin bu fərqi var. Elə bilirəm mövzu indidən aydın oldu. Aydındır ya bir də deyim. İndi izahına keçirəm. Bəli. İmam Hüseyin aleyhisselam
və əshabın təqdim eləyəndə gəlin zəlil təqdim eləməyək. Ay İmam Hüseyin salamla danışanlar. Heç vaxt deməyək ki, İmam Hüseyin salamı zəlil vəziyyətdə qoymayaq. İmam tək dayanmışdı qoşunun qabağında, amma qorxmurdu. Tək ümmət idi, tək qoşuna bərabərdi. Çünki döyüşərək şəhid oldular imam və şəhidləri. Nizamlı az da olsa qoşun düzəltmişdi. 10 nəfər dəstə düzəltmişdi. Həzrət buyurdu: La utikum biyədi ta'əzzəlil və la əfirru firarəl abid. Dayanmışdı meydanda. Deyirdi, mən nə zəlilcəsinə əlimi verərəm sizə, beyət eləmərəm, nə də meydandan qulların qaçdığı kimi qaçmaram. Bax, izzət budur. Heyhatə minnəddillə şuarı var. Zillət bizdən uzaqdır, budur. Zillət budur. Bu adam boyun əyə. İzzət budur ki, insan dayana sona qədər tək də olsa, düşmənin əlində ölsə də, namərdin amanına ehtiyac duymur. Sən mənə aman vermə. Hətta imamın bir söz var, bütün qüvvələri topla gəl üstümə. Zəlil kimdir? Zillət nədir? İmam buyurur: Mautun fi izzin xeyrun min hayatin fihi zol. İzzətlə ölmək, zillətlə yaşamaqdan çox xeyirli. İmam Hüseyin salam özü buyurur. Birinci yaxşı, indi gəlin mən buradan ağanın bu sözünü deyim. Zəlil kimdir bugün yaşadığımız dünyada? Qardaşlar, İmam Hüseyin salam 14 əsr bundan qabaq bir məktəb açıb. Bugün dünyada deyir, hər zaman Hüseyni var, Yezidi var. Bugünün zəlili kimdir, əzizi kimdir? İndi mən özümə baxıram, görüm mən əzizlərin içərisindəyəm, ya zəlillərin içərisindəyəm. Bunun üçün deyirəm ki, yadigar qalsın. İmam Sadiq əleyhissalamın yanına bir nəfər gəldi, dedi, ağa, mənim çox bir bəd qonşum var. Mənə çox əziyyət edir. Allah bizi qonşuluqda gözəl qonşulardan eləsin inşallah. Mənə çox əziyyət edir qonşu, çox. Mən onu qonşuluğa xatir, Allaha xatir yola verirəm. Mənə o biri qonşular deyirlər, sən zəlilsən. Onun qabağında sınırsan, zillət çəkirsən. Çıxmırsan onun qabağına. Ağa İmam Sadiq ağa böyle, İnnəmə zəlilun mən zələm. Zülm eləyən zəlildir. Əslində sınan zalimdir. Bu dünyada kim zülm eləsə, başqalarına zülm eləsə zəlil odur. Əslində Yazid və Yazid obrazları, Yazidin davamçıları tarix boyu zəlil olub. Daim izzət yoxdur, izzət əziz olmaqdır Allah və bəndələr yanında. Yazid kimin yanında əziz ola bilər? Sünnisi, şiyəsi hamısı lənət oxuyur Yezidə. Zəlillik zülm eləyən həmişə zəlil olub və olacaq da. Buradan Peyğəmbər mənbərindən deyirəm. İkincisi, test edeyim. İkinci zəlil kimdir? Hədisdir bunlar dediyim. Ma min rəculin təkəbbərə əv təcəbbərə illa lizillətin yəcidhə fi nəfsi. Dünyada təkəbbürlü insanlar, özün böyük görənlər, loğa insanlar zillət görəcək. Özlərin zəlil görəcək. Niyə görə? Çünki adam məsələn bir səbəb olur da insan malın, pulun, vəzifənin hesabına verirsən, elə dayanıb salam da verirsən, qayıdıb baxmır bir salamın, cavabın layiq bilmir səni almağa. Elə özün böyüyür. Allah bir gün onu oradan yerə vuranda elə özün istəyir böyütü, tam alınmır. Amma sınır, zəlil olur. Nə ölə bilir, nə qala bilir. Zəlil olur təkəbbürlü insan. Bu bir dənə yazılmış aksiomadır ki, təkəbbürlü insanlar, zülm eləyənlər zəlil olar. Bədir müharibəsində Əbu Cəhl məlun öldürüldü. Abdullah ibn Məsud getdi bunun başını kəsməyə. Dedi, neysən? Dedi, sən Allahın düşmənsən, səni öldürəcəm. Gör, təkəbbürlü adamın işinə bax. Dedi, başımı səndən xahişim budur, buradan kəs. Bədənimə birləşən yerdən. Dedi, niyə? Dedi, qoy mənim başım böyük görsənsən, mən balaca adam olmamışam. Yuxarıdan kəsərsən, başım balaca görsənir. Qoy, gör, təkəbbür haracan qovur, Əbu Cəhl məlunu və Əbu Cəhl kimiləri. Təkəbbür, kibir postundan düşənlər həmişə zəlil olur. Üçüncü, başqalarının haqqının üstünə ayaq qoyanlar zülmün tayıdır. Hüquqların tapdalayanlar həmişə zəlil insanlardır. Su hər bir canlının haqqıdır. Uşaq sənə neynəmişdi Kərbəlada? İmam Hüseyin Əsələm aşkar deyir, buna bir içim su verin. Uşağa su verməyən insanlar, suyu kəsənlər, insanların, hüquqların əlindən alanlar zəlildilər və zəlil günədə qalacaqlar.
İndi, bax, dünyanın bu vaxtında insan hüquqlarını ayaq altına atanlar zəlil olub, zəlildilər və zəlil günə də düşəcəklər inşallah. Əl-kizbu əczun və zol. Hədis buyurur, yalan danışmaq acizlik və zəlillik əlamətidir. Kim yalan danışsa izzəti olmayacaq, hörməti olmayacaq, o zəlil olacaq, aşağılanacaq. Dünyada bütün günahları bir ambara yıxsan, o ambaranın ağzını açar vursan, o açarın 2 dənə kilidi var, 2 dili var. Biri şərabdır, biri yalandır. Şərab içən hər günaha gedər, yalan danışan hər günaha gedər. Bütün günahların anası budur. Qur'an buyurur, Qur'an, bəli. Bu yerdə, bunu deyim sonra. Növbəti insanı zəlliləyən tamahdır, təmə. Hədis buyurur, Əleyhisselam buyurur, əzzə mən qənə, zəllə mən təmə. Əlində olana, qanı olan adam həmişə əziz olar. Amma tamahkar adam, o da mənim olsun, o da mənim, o zəlil olar. Düşəcək zəlil günə. Çox istəyən azdan da olar, bizim atalar misalımız var. Quran bizə belə tamahkar adamın haqqında deyil, hadisə böyüdür, mən tez keçirəm. Davud Peyğəmbərin qarşısına 2 qardaş çıxır. Deyir, bir qardaş danışır, deyir, mənim 99 qoyunum var. Bu qardaşımın bir qoyunu var. Nə etmişsiniz? O bir qoyunu neynir? O bir dənəni də versin mənə, mənim olsun 100 qoyunumda, o bir dənə qoyunu neynir? 99 qoyunu olan bir qoyunluğa tamah salır. Zəlil olur. Quran bunu bir zəlil adamın obrazında bizə təqdim edir. Kərbəla izzət məktəbidir. İzzətin birinci yolu Allaha ən yaxşı bəndəlidir. O zəlilliyin yollarıdır. Zəlil kimlər olacaq? İndi əziz kimlər olacaq? Bunu da deyim, ərzim tamam olsun. Əziz kim olacaq? Əziz izzət sahibi. Allah Teala möminə 3 xislət verib, 3 mükafat verib, heç kimə verməyib onu. Əl-izzətə fid-dünya. Mömin dünyada əzizdir, izzət, böyük görünür, böyüdür zaten. Pulsuzdur amma pullu görünür. Gücsüzdür, güclü görünür. Postu yoxdur, postu görünür. Allah bu böyüklüyü verib ona, izzəti verib. Sistani ağa, Allah ömrünə bərəkət versin, qoca bir kişidir, oturub özü də durub. Amma adam bir heybətindən bir çəkinir, dünya onun ağzına baxır. Allah izzət verib və Sistani ağa kimilər? Allah izzətimizi günü-gündən artıq eləsin inşallah. Əl-izzətə fid-dünya. İkincisi, vəl-fələhə fil-axirə. Ahirətdə nicat möminindir. Vəl-mühabətə fi suduriz-zalimin. Allah möminin qorxusunu qoyar zalimların sinəsində. Zalim həmişə mömindən qorxar. Yezid o boyda imperator niyə İmam Hüseyin İslamdan qorxurdu? Bu qanundur. Zalim mömindən qorxar hər yerdə. Sovet hökuməti gəldi, getdi dağ kəndindən mollaları tutturdu. Tutdu, həbs elədi, göndərdi Sibirə. Nədən? Neynəmiş onların? Topu qılıncı vardı, qorxurdu. Allah zalimin sinəsinə möminin qorxusunu qoyur. Mən yuridul, Fatir surəsi 10-cu ayədə. Mən kana yuridul izzətə fəlillahil izzətü cəmiyyə. Ay cəmaat, ay insanlar, izzət istəyirsiniz. İzzət hamısı Allahındır. Allaha yaxşı bəndə ol, Allah səni cəmaata ağa eləyər. İnnellezine amenu və amilus salihat seyec'alur rahmanu vudda. Məryəm surəsi 96-cı ayə, Qur'andır. Mütəal Allah buyurur. Buyurur, o şəxslər ki, həqiqətən iman gətiriblər və həqiqətən salih əməl edirlər, Allah onlar üçün insanların qəlbində bir məhəbbət yaradar. İnsanlar, yaxşı insanlar möminləri sevər, salih əməlləri sevər. Bu mükafat birinci Allaha yaxşı bəndətlikdən gedir. İkinci, günahdan uzaq olmaq insanı əziz eləyər, izzət sahibi eləyər. İmam Sadiq ağa buyurur, insanın qəlbi, möminin qəlbi ağappaq lövhədir. Əlimə baxın, ağappaq lövhədir. Bir günah eləyəndə bunun qırağından qaralar biraz. Tövbə eləsə silinər. Tövbə eləməsə ikinci günahı biraz qaralar, üçüncü günah biraz qaralar. Axırda qaralıq qəlbi örtəndə o da günahın savabının nə olduğunu bilməz. O bilməz İmam Hüseyin kimdir, Yezid kimdir, Allah kimdir, şeytan kimdir, Peyğəmbər kimdir, Əbu Süfyan kimdir. O din bilməz, çünki qəlb qaralıb. Qaranlıq otaqda hər şey eyni rəngdə görsənir. Amma işıqda hər şey olduğu kimi görsənər. Mən İmam Müctəba aleyhisselam, İmam Həsən aleyhisselam buyurur, mən ərada izzən bila əşirətin və heybətin bila sultanin fələ yəxruc
min zulli məsiyyətillah. Hər kim bu dünyada qohum əqrabasız izzət sahibi olmaq istəsə, böyük olmaq istəsə, qohum əqrabanın hesabına yox, bir kişinin onun oğlu var, ona görə hörmət, onun hörmət sahibi olur təkliyi ilə. Və sultanlığı olsun, səltənətsiz üstəm, heybəti olsun, əzəməti olsun, heç bir rəhbərliyi yoxdur, amma əzəməti var, heybəti var, deyir gərək günah zillətindən uzaq olsun, günah etməsin, günaha adət etməsin, günah daimi olmasın, günah onun sifətinə çevrilməsin. Bir adam hey yalan danışsa, o yalancı tanınacaq. Bir adam hey şərab içsə, o piyanistka tanınacaq, sərxoş tanınacaq. Bir adam hey qumar oynasa, o qumarbaz tanınacaq. Bir adam hey böhtanlanırsa, böhtancı tanınacaq. Bir adam hey söyüş versə, söyüşçül tanınacaq. Və bu günahlarında da zəlil olacaq. Günahdan qaçmaq insanı əziz eləyər. O gün bir yerdə idik dostlarla, bir möhtərəm adamın görüşündə idi. Mənim üçün bir dənə böyük ibrət oldu. Böyük ibrət oldu. Bir ağsaqqal, bir necə deyərlər, elə bu din aləmində hörmət sahibidir. Getmiş, oturmuş otağında məhrəmanə söhbət eləyirdi, bir çay içirdi. Qayıtdı o söz arası zarafata bir söyüş kimi ağzından çıxdı. Bu yanımdakı hacının gördüm, rəngi başı ağardı, çıxdıq çölə, elə gördüm, nəsə deməsi deyir, yox qalsın. Sabah dözənmədi, gəldi dedi ki, mən nə gözlə baxırdım ona, o bir dənə söyüşü mənim gözümlə elə saldı ona. Adam günah etdiyi, hələ balacayı adamı zillətə salar. Üçüncüsü hədis buyurur, vəhfəz lisanəkə tuazz. Dili qorusun, əziz olacaqsan. Dilin meydanı böyüdür. 70 günah eləyə bilən orqan dildir. Adamı izzətdən salan budur, izzətə də mindirən budur. Əl-lisanı miftahı kulli xeyrin və şər. Dil bütün şərlərin və xeyirlərin açarıdır. Altıncısı, əs-səfhə əmmən zələm. Üzr istəyirəm, dördüncüsü, insanı əziz eləyən, sənə qarşı səhvləri bağışlayasan. Bağışlayan adamlar həmişə əziz olar. İnatkar, yox, bir adamla küstü də ömür boyu barışmır. Adamı hörmət sahibi eləyən, sənə nə zülüm eləyib, zülmü, İmam Hüseyin Əleyhisselamın artıq deyirsən, balalarını öldürmüşlər, qardaşını öldürmüşlər, ağanı gətirib mühasirə salmışlar, vətənin, dedi ki, gəlin, tövbə edin, Abbasımın qanını sizə halal eləyim, Əkbərimin qanını, Əsğərimin qanını halal eləyim, sağ qulağıma mənə təhqir eləyən, sol qulağımdan üzr istəsə mən bağışlayırım. Allahın adətidir bağışlamaq. Ali İmran suresi 199-cu ayəsində Allah təbarək və teala buyurur, ya Peyğəmbər, bağışlamaq, xudil af, bağışlamaq yolunu tut. Və əmur bil urf, yaxşılara dəvət elə, əridənil cahilin, qanmazlardan da uzaq ol. Beşinci, əl-izzu yəsun mimma fi əydin nas. Gəldim bura. Beşincisi, adamı əziz və hörmət sahibi edir, insanların əlindən gözü çəkəcəksin. Sənin sahibin var. Hey, onun bunun əlinə gözü, əli sarsan dəsmalı çıxartmağa, təsbih çıxartmağa, belə gözləri dörd olur, görüm nə verəcək. Həyat boyu əldə göz yaşamaq olmaz. İnsanlar, mən burada misal çəkmişəm, qaranquşun məsələsini. Qaranquş insanlardan yem istəmir ki, gəlib girir insanların evində yuva qurur. İnsanların əlində göz dikmək adamın abrını aparar, heysiyyətini aparar, şəxsiyyətini aparar, hörmətini aparar. Tələbul həvaici ilən nas istislamul lil-izz. Həzrət buyurur, insanlardan ehtiyacları daim demək, insanlar yanında sənin hörməti əlindən alır, izzəti əlindən alır. Tamamul ixlas yasun mimma fi əydin nas. İxlasın hamısı insanların əlindən göz çəkməkdir. İmam Hüseyin əleyhissalam məzlum idi, amma zəlil məzlum deyildi. Ona görə də 14 əsrdir. Bəşər o izzətin dalıca gedir, aşıqdır ona. Xanım Zeynəb salamullahi aleyha əsir idi, amma izzətli əsir idi. Gətirib çörək payladılar, su payladılar. Şama 22 gün daha susuz gedir. Gəldilər yolda sədəqə payladılar uşaqlara. Xanım durdu, yığdı çörəyi, qaytardı, verdi. Dedi, biz Peyğəmbər balalarıyıq, Peyğəmbər balalarına sədəqə haramdır. Ac qalalırıq, amma sədəqə yemərik. Bu əzizlikdir. İmam-ı Səccad ağanın əlləri, qolları bağlıydı üryan dəvənin üstündə. Amma Yezidin qarşısında sözün deyirdi. Əziz idi, zəlil olmadı İmam Hüseyin əleyhissalam və İmam Hüseyin əleyhissalamın ardıcılları ölər, izzətin əldən verməz. Zalimin qabağında baş əyərək ölməz.
Ölər, amma zillətlə ölməz. Bəli, o qoşunla, o iqtidarla uşaqlara, qadınlara o cür zülm eləyənlər zəlildi. Amma o qoşunu ilə, o iqtidarı ilə, o hakimiyyəti ilə İmam Hüseyin əleyhissalamdan qorxur Yezid və Ali Yezid. Çünki bu Allahın verdiyi izzətdir. Xanım Zeynəb, mən sonda bir cümlə ilə sözümü qurtarım. Xanım Zeynəb salamullahi, bu sözlər bəzən deyilmir ya deyilir. Biz yaxınlaşamırıq, bu sözləri içdən duymuruq. Biz insan emosional varlıqdır. İnsan bu şeyləri gərək salsın o hissinin, özün düşünsün orada, sonra bilsin nə var nə yox. İmam Hüseyin əleyhissalamın ailəsi, uşağı, qızları gedib Yezid sarayına çatıblar. Özdə xanım Ümmül Kulsum dedi, Şimr bizi az adam olan yerdən apar. Şimr məlun ən çox olan adam yerdən apardı. Günorta çatdılar Şamın darvazasına. O qədər insan sıxlığı vardı, axşam çatdılar Yezidin sarayına. Günortadan axşama qədər Şamın içində yol apardılar bunlar. İçəri daxilində Yezidin də artıq məclisi, siyasi məclisdir. Bütün dünyanın ölkələrinin səfirləri orada, ərəbin əşrəfləri, zadəganları yığılıb. İçəri girəndə xanım Rüqəyyə tutub xanım Zeynəbin ətəyindən daxil olub saraya. Bir zadəcan döndü dedi, Həbli hadihil cariyə. Bunu mənə bağışda aparım, özümə kəniz eləyim. Xanım Rüqəyyə yapışdı bibisinin ətəyindən. Bibi, qoyma məni kəniz eləyələr. Əsirliyə dözdüm, amma o zillətə dözə bilmərəm. Bu izzətdir. Körpə uşaq. Əsirlik oldum, amma kənizlik mənlik deyil. Xanım Zeynəb salamulleyha çəkdi xanım Rüqəyyəni. Gərək bibin ölə sonra bunu eləyələr. Allaha and verirəm İzzət Cəlalı hörmətinə. Allah bu duamı qəbul etsin o mənada ki, Allah dünya əhalisinə İmam Hüseyin ağa adlı əziz izzət sahibin, izzət məktəbin başa düşməyə fərasət versin inşallah. Allah zəmanə imamının zuhuru ilə, İmam Hüseyin məktəbi ilə dünyanı nurlandırsın inşallah. Allah bizə dünyada İmam Hüseyin ağanın ziyarətini, ahirətdə şəfaətini nəsib eləsin. Allah çətinliyi, müşkülləri olan mömin-möminənin müşküllərini asanlıqla əvəz eləsin. Allah hər bir arzusunda olanlara əzəmətli ərbəyin ziyarətini nəsib eləsin. Allah ərbəyinə hazırlaşanların yolunu açıq eləsin. Yolunun üstündə ola biləcək hər bir maniyəni Allah indidən dəf eləsin. Allah asan şəkildə İmam Hüseyin ordusuna ərbəyin ziyarətini nəsib eləsin. Allah burada qalıb qəlbi İmam Hüseyin eşqi ilə yananlara da ərbəyin ziyarətinin savabını nəsib eləsin. Allah hamımızın aqibətimizi xeyr eləsin. Dünya və axirətimizi abad eləsin. Bacarıb istəyə bilmədiyimiz xeyirləri bizlərə nəsib eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad. Ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven ahad. Sadaqallahul aliyyul azim.